Peyğəmbərlərin qəbir yerləri məlumdurmu? Bismillahirrahmanirrahim. Elm əhli ittifaq etmişlər ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin qəbri istisna olmaqla heç bir Peyğəmbərin qəbrinin yeri məlum deyildir. Yəni, xüsusi olaraq filan Peyğəmbərin qəbri bu yerdədir və bu qəbirdir deyə dəqiq məlumat yoxdur. Yeganə olaraq İslam Peyğəmbəri olan Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin qəbrinin yeri məlumdur ki, o da Mədinə şəhərində Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin evinin daxilindədir. Çünki Peyğəmbərlər harada vəfat edərlərsə, orada da dəfn olunarlar. Həmçinin qeyd edək ki, digər bir Peyğəmbər, İsa Peyğəmbərin isə Allahın salamı onun üzərinə olsun, ümumiyyətlə qəbri yoxdur. Çünki o, Allah dərgahındadır ki, hazırda sağdır və axır zamanda yer üzərinə enəcək və sonra Allah-u Teala onun canını alacaqdır. Ümumiyyətlə qeyd edək ki, Peyğəmbərlərin qəbir yerlərinin bilinməsində bir fayda yoxdur. Əgər bu belə olsaydı, uca Allah onların qəbir yerlərini qoruyar və bu da bəyan edilərdi. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz qəbrini bayram yerinə çevirməyə qadağan etmişdir və belə dua etmişdir. Allahümmə lə təcəal qəbri vətənən yu'bəd. Allahım, qəbrimi ibadət olunan bir büt etmə. Bu da ona dəlalət edir ki, dinimiz istənilən şəxsin, hətta o şəxs Peyğəmbər olsa belə, onun qəbrini ziyarətgah yerinə çevirməyi, həmin qəbirlə təbərrük edərək bərəkət diləməyi, qəbrə tərəf namaz qılmağı, ona tərəf dua etməyi və bu kimi şeyləri qəti şəkildə qadağan etmişdir. Çünki bunların hamısı şirkə aparan vəsilələrdəndir. Və sallallahu aleyhi nəbiyyinə Muhammed.